Yəni Azərbaycanlı olub da necə Rusiyanın aşiqi olmaq olar? Azərbaycanlı olub da necə Rusiyanın işğalçı siyasətini bu qədər dəstəkləmək olar? Çünki Rusiya əgər bu gün Ukrayna ilə məsələni həll edəcəksə, edə biləcəksə, növbəti addımı Qafqaz olacaq, Azərbaycan olacaq. O baxımdan onların bu yanaşmasını kölə təfəkküründən fərqləndirmirəm. Amma onlara deyirəm ki, gözünüz aydın olsun. Sizin buradakı ağsaqqalınızı artıq həbs ediblər. Söhbət Salih Səmədovdan gedir. Hansı ki, bilirsiniz ki, demək mayın 9-da İmişlidəki tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış etmişdi. İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri idi. Dünən onu həbs elədilər, dəyərli izləyicilər, və çox maraqlıdır ki, onun həbsi demək öncə mənimsəmə cinayətlərinə görə 4 aylıq demək həbs qəti imkan seçildiyi bildirildi onun haqqında. Sonra isə qeyd olundu ki, müəyyən nizamnamə tələblərini pozub, müəyyən həm də demək vergidən yayınmaqda da ittiham edilir. Mən bunu təsadüfi hesab etmirəm. Xüsusən də onun həbsində Dövlət Təhlükəsizlik Xidmətinin DTX-nın iştirakını nəzərə alsaq, orada çox maraqlı məqamlar var. Bu həbs təsadüfi həbs deyil. Bu həbsin arxasında həm də həmin şəxsin bu və yaxud digər məsələ ilə bağlı Rusiyanın agenti olma ehtimalı da vardır. Bu jurnalist olaraq mənim ehtimallarımdan biridir. Bəli, ayın 9-da belə də harıl-harıl belə bir tədbiri həyata keçirən ağsaqqal, sonra ona niyə Rus bayraq, Sovet bayrağına, niyə Georgi lenti ilə tədbir keçirmirsən deyən jurnalistlərə yaxşı eləmişəm, bəs siz niyə Türkiyənin bayraqları ilə hər yeri bəziyirsiniz deyə cavab verən Salih Səmədovun cəzası ən qısa zamanda verildi. Mən buradan dövlətə təşəkkürümü bildirirəm və bu cür Rusiyanın sevdasını daşıyanları, eyni zamanda Azərbaycanın içərisində oturub Rusiyanı canı dildən, Rusdan daha çox müdafiə edənlərin cəzası ən qısa zamanda verilməlidir. Bizim ölkəmizdə oturub bizi əlində balta ilə bizim dövlətçiliyimizi, bizim təhlükəsizliyimizi, bizim dilimizi, bizim ənənəmizi təhlükə altında qoymağa çalışan hər bir şəxsin yeri dəmir barmaqlıqlardır. Bugün bu Salih Səmədov, sabah isə onun kimi bir başqaları, istəyir ağsaqqal olmur, nə olur olsun. Bu ağsaqqal bilirsiniz ki, İmişlidə at oynadırmış. Obyektləri, restoranları, iş yer, hər yerləri var imiş və buna yaradılan çox saylı imkanlar var idi. Və sonradan atmış olduğu bu addım onu növbət dəfə hədəfə gətirib və indi o pulların mənbəyi sorğulanır, vergilərdən niyə yayındığı sorğulanır və s. və ilaxır. Və bütün bunların hamısı gedib çıxır Kremlə, çıxacaq Kremlə və bu digər Rus sevdalarına da dərs olsun, anlasınlar ki, ölkənin içində oturub, bu İran sevdaları üçün də keçərlidir, bir çox qərb kəşfiyyatının buradakı üzvləri üçün də keçərlidir. Azərbaycana, Azərbaycançılığa, Azərbaycan xalqına, onun gələcəyinə, onun təhlükəsizliyinə təhdid yaradan hər kəs öz cəzasını gec və yaxud tez alacaq. Ağlınız kim idi? Qabaqda gedən zəncirli. İndi o zəncirli türmədədir, gözünüz aydın olsun.